Kim Allahı xatırlasa, Allah Taala onu heç vaxt tarixdən silməz. Kim Allahla olsa, Allah Taala heç vaxt kim Allahı xatırlasa, Allah Taala onun hər zaman adını tarixə yazar. Kim Allahla olsa, heç vaxt onun Allah Taala tarixdən silməz adını. Təklikdə gedirsən Allahı yad eləyirsən. Allah da buyurub ki, mən səni hörmətli, izzətli eləyərəm cəmiyyət içində. Hər zaman sənin adın gələr. Allahı yad eləyən insan, Allah həm bu dünyada yad eləyəcək, həm axirətdə yad eləyəcək. Çalışın ki, hər zaman Allahı yad eləyin, Allaha şükür eləyin, Allaha nemətlərinə, hər bir şeyinə şükür eləyin. Çətinlikdə də Allaha şükür eləyin, yaxşı gününüzdə də Allaha şükür eləyin. Allah bizi şükür eləyənlərdən qərar versin inşallah.